Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya vaxtca imtahanına hazırlaşan müəllimlər üçün mövzu 10, yəni inkişaf sahələrinin inteqrasiyasından danışacağam. Belə ki, inteqrasiya hər bir məşğələnin olmazsa olmazıdır. Yəni uşaqlar mövzunu daha yaxşı dərk etməsi üçün, daha yaxşı yadda saxlaması üçün, əlaqələndirməsi üçün inteqrasiya mütləq ki olmalıdır. Yəni məsələn, riyaziyyat məşğələsini təsviri fəaliyyətdən əlaqələndirsək və ya təsviri fəaliyyət məşğələsini musiqi ilə əlaqələndirsək və ya ətraf aləmlə tanışlıq məşğələsini musiqi ilə əlaqələndirsək, bu əlaqələndirmələr uşaqlara mövzunu daha yaxşı yadda saxlamasına, daha yaxşı qarşılaşdırmasına şərait yaradır. Daha sonra digər tərəfdən bir inkişaf sahəsi üzrə təşkil edilmiş prosesdə digər inkişaf sahələrinin vəzifələrinin həllinə də diqqət yetirmək lazımdır. Bunları da mütləq əzbərləyin. Demək, hərəkətli və idman oyunları zamanı təhlükəsizlik davranış vərdişlərinin formalaşdırılması, fiziki mədəniyyət məşğələlərində mənəvi keyfiyyətlərin inkişaf üçün pedaqoji situasiyaların yaradılması, idman avadanlıqlarının yığışdırılmasına uşaqların cəlb edilməsi, uşaq təfəkkürünün fəallaşdırılması, hərəki fəallıq prosesində hərəkət və tapşırıqların adlandırılması ilə bağlı nitqin genişləndirilməsi, şeir, saymaca nəğmələrin oyun və tapşırıqlarla müşahidə olunması, uşaqların diqqətinin estetik cəhətdən yoldaşlarının tərbiyəçi müəllimin xarici görünüşünə, müəssisənin tərtibatına yönəldilməsi və s. Daha sonra analoji olaraq inteqrativ yanaşma 4 inkişaf sahəsi üzrə vəzifələrin reallaşdırması zamanı nəzərə alınmalıdır. Belə ki, şaquli inteqrasiyada yaş qrupları və inkişaf sahələri arasındakı əlaqə, ardıcıllıq və sistemlik, üfüqi inteqrasiyada isə hər yaş dövrü üzrə müxtəlif inkişaf sahələri üzrə əsas və az standartlar arasında əlaqəlik və ardıcıllıq təmin olunmalıdır. Bu o deməkdir ki, əgər şaquli inteqrasiyada yaş qrupu deyirsə, demək biz yaş qruplarını nəzərə almalıyıq. Məsələn, məktəbə hazırlıq özündən sonra ilə inteqrasiya edə bilər. Məsələn, məktəbə hazırlıq böyüklə, orta ilə, daha sonra kiçik qruplardan inteqrasiya edə bilər. Məsələn, böyük qrup özündən aşağı ilə, yəni orta, kiçik bu qruplardan inteqrasiya edə bilər. Amma məktəbə hazırlıqdan edə bilməz. Ona görə ki, məktəbə hazırlıq proqramını keçməyib. O, özünə qədər olan proqramları keçdiyinə görə aşağı ilə inteqrasiya edir. Və, məsələn, böyük qrupda ətraf aləmlə tanışlıq və nitq inkişaf məşğələsini, orta qrupda ətraf aləmlə tanışlıq və nitq inkişaf məşğələsinə inteqrasiya edə bilər. Və ya musiqini böyük qrupdakı musiqini orta qrupdakı musiqi ilə inteqrasiya edə bilər. Bir növ bu şaquli inteqrasiyadan təkrarlarda daha çox istifadə edirik. Yəni uşaq öyrəndiyi materialları böyük qruplarda, məktəbə hazırlıq qruplarında dərinləşdirir. Ona görə də biz aşağıdakı keçdiklərini də inteqrasiya nəticəsində bir növ təkrarlamış oluruq və hətta təkrarlatmış oluruq. Daha sonra üfüqi inteqrasiya yaş qrup arasında olur. Şaqulidə qruplar arasında olur. Üfüqidə isə yaş qrup arasında olur. Məsələn, böyük qrupda məşğələlər arasında, məsələn, böyük qrupda ətraf aləmlə tanışlıq məşğələsini musiqi ilə inteqrasiya edə bilərəm. Başqa inkişaf sahələrdə və ya riyaziyyatı musiqi ilə inteqrasiya edə bilərəm. Başqa inkişaf sahələridir. Yəni, bu nədir? Bu, müxtəlif inkişaf sahələri üzrə əsas və az standartlar arasındakı əlaqəlilik və ardıcıllıqdır. Yəni, üfüqi inteqrasiya hər yaş dövrü və müxtəlif inkişaf sahələri üzrə. Hər yaş dövrü dedim də, məsələn, böyük qrupda dedim, müxtəlif inkişaf sahələridir ki, qeyd elədiyim kimi, ətraf aləmlə musiqi, daha sonra riyaziyyatdan musiqi ola bilər, ətraf aləmlə tanışlıqdan nə ola bilər? Fiziki tərbiyəni əlaqələndirə bilərik. Yəni, bunlar nədir? Bunlar inteqrasiyadır ki, bunlar uşağın öyrənməsinə, daha yaxşı yadda saxlamasına, daha da gözəl əlaqələndirməsinə şərait yaradır. Yəni, müəllim şaquli inteqrasiyada qruplar arasında inteqrasiya etməlidir. Üfüqidə isə qrup daxilində etməlidir. Qrup daxilində müxtəlif inkişaf sahələri arasında inteqrasiya etməlidir.
Belə müəllimlər, mövzumuz bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Əgər qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.